Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sürət mövzusuna aid olan sürət məsələləri işləyəcəyəm. Deməli, əvvəlcə gəlin düsturları yazaq. Gedilən yolun düsturu S bərabərdir V vur T'dir. Əgər iki şəhər arasında qarşı-qarşıya və yaxud da əks istiqamətdə hərəkətdədirsə iki avtomobil, onda sürətlər toplanır. V1 plus V2 vurulsun T. Bu iki avtomobilin qarşı-qarşıya və yaxud da əks istiqamətdə hərəkəti zamanıdır. Eyni istiqamətli hərəkətdə isə böyüyünün sürətindən kiçiyinin sürəti çıxılır və zamana vurulur. Bu, deməli olur avtomobil məsələlərinə aid olan düsturlar. Bir də çay məsələləri işləyəcəyik ki, çay məsələlərində durğun suda gedilən yol S bərabərdir, yenə V vur T'dir. Durğun suda bilirsiniz ki, deməli çayın sürəti olmadığı da görə, ancaq məsələn kater olsun, teploxod olsun, bunların sürəti götürülür. Sonra əgər axını ilə hərəkətdədirsə, çayın sürətinin üzərinə məsələn katerin sürətini əlavə edib zamana vurulur. Bu axını ilə hərəkətdir. Axına qarşı hərəkətdə isə katerin sürətindən çayın sürəti çıxılır və zamana vurulur. Bir də sal var. Sal deməli taxta parçasıdır. Taxta parçasıdır. Yəni bildiyiniz kimi bunun təbii ki sürəti yoxdur. Ona görə burada isə ancaq çayın sürəti nəzərə alınır, vurulur zamana. Bu durğun sudadır. Durğun suda bax bu durğun suda gedilən yoldur. Durğun suda çayın sürəti olmur, ancaq katerin sürəti olur. Bu isə salın suda hərəkətidir ki, orada salın sürəti yoxdur, ancaq çayın sürəti götürülür. Belə, düsturlarımız bu qədər. İndi gəlin bunlara aid məsələləri işləyək. 40 km ilə hərəkət edən avtomobil 360 km yolu neçə saata gedər? Sürətimiz 40-dır, gedilən yolumuz 360-dır, deyir neçə saata gedər? T-ni tapırıq. T bərabərdir S böl V. Yəni 360 bölünsün 40, bu da eləyir 9. Deməli 9 saata gedər. Doğru cavab D variantı. İkinci, 500 metr böl dəqiqə ilə hərəkət edən motosiklet 150 km yolu neçə saata gedər? İndi fikir verin, burada metr böl dəqiqədir, burada kilometrdir. Buna diqqət eləmək lazımdır ki, eyni ölçü vahidi olmalıdır. Yəni burada 150-ni götürüb, yəni 500-ə bölməyin. Çünki sürət nədir? 500 metr böl dəqiqədir. Gedilən yol isə kilometrlə verilibdir. Həmçinin bizə saatla zamanı soruşur. Buna əvvəlcə kilometr böl saata çevirməliyik. 1 metrimiz 1 kilometrimiz 1000 metr olduğuna görə 1 metrimiz 0,1000 kilometrdir. Yəni 0,1000 kilometrdir. Bunu bu şəkildə çevirdik 1 metri. 50 dəqiqəmiz, deməli dəqiqəmiz isə 1 dəqiqəmiz 1 saatımız 60 dəqiqə olduğuna görə 1 dəqiqəni saata çevirmək üçün 60'da 1 saat olaraq yazırıq. Və burada 60 sürətə qalxır. Bu sıfırlarla, deməli bunun 2 dənə sıfır ixtisar gedir, vergül gəlir bura düşür. Bu gedir, vergül gəlib bura düşür və 6'nı 5'ə vururuq 30 eləyir. Kəsir olmadı artıq. 30 eləyir. 30'u da vururuq 0,1'ə. Bu da eləyir 3 kilometr böl saat. Deməli 500 metr böl dəqiqəni kilometr böl saata çevirdik. İndi zamanı bizdən istəyir də. Burada 60'dır. Deyirəm də, nəyəsə sərf elədik. 60'ı vururuq 5'ə, 300. 300 də 0,1'ə vuranda 30. Aha. Bunu tapdıq. İndi zamanı tapmaq üçün gedilən yolu sürətə bölmək lazımdır. 150'ni bölürük sürət 30'a və qalırsa 5 saat. Doğru cavabımız 5 saatdır. C variantı.
Baxaq üçüncüyə, aralarında 720 kilometr məsafə olan iki məntəqədən qarşı-qarşıya. Bax, buna diqqət edirsiniz ki, qarşı-qarşıya eyni anda iki maşın yola düşərək 5 saat sonra görüşdülər. Birinci maşının sürətini veribdir, digər maşının sürətini soruşur. Qarşı-qarşıya hərəkətdə dedik ki, gedilən yolu tapanda sürətlər toplanır. S bərabərdir V1 plus V2 vur T. Bax, bu düsturdan istifadə edəcəyəm. Gedilən yolumuz 720-dir. Sürətimizin biri 70-dir. O birisini axtarırıq. Zamanımız da 5 saat sonra görüşüblərsə 5-dir. 720-ni 5-ə bölürük 1. 22-nin içində 4 dəfə, 4 dəfə. Bu da oldu 70 plus V2. V2-ni də tapmaq üçün 144-dən 70-i çıxırıq. Cavab olur 74. Deməli, digər avtomobilin sürəti də 74-ə bərabərdir. Doğru cavab C variantı. Növbəti dördüncü məsələ. Sürəti 60 km/saat olan avtomobil A məntəqəsinə sürəti 45 olan avtomobildən 60 km uzaqda yerləşir. Bir dəqiqə, gəlin bunu şəkil üzərində göstərək. Bax, bu bizim məntəqələrimiz deyək ki. Sürəti 60 km/saat olan avtomobil A məntəqəsinə sürəti 45 km olan avtomobildən 60 km uzaqda yerləşir. Bu olsun A məntəqəsi, bu olsun bizim bir avtomobilimiz, bu da o birisi avtomobilimiz. Tutaq ki, indi bizə deyir ki, bunun sürəti 45-dir, bunun sürəti 60-dır və bu 60-lıq avtomobil sürəti 45 olan avtomobildən A məntəqəsinə deməli avtomobildən 60 km uzaqda yerləşir A məntəqəsinə. Yəni bunların arasındakı məsafə 60 km-dir. Hər ikisi eyni anda A məntəqəsinə doğru hərəkət edərsə, bu maşınlar neçə saatdan sonra görüşərlər? Deməli, hər ikisi A məntəqəsinə doğru hərəkət edirlər. Yəni eyni istiqamətli hərəkətdir. Və birinin sürəti 60-dır, birinin sürəti 45-dir. Bunların arasındakı məsafə 60 km-dir. Deməli, bu zamanı tapmalıyıq ki, neçə saatdan sonra bunlar görüşəcəklər. Gedilən yolumuz 60-dır. Yəni deyək ki, bunların arasındakı məsafə 60-dır. Bərabərdir. Sürətlərimizin fərqi eyni istiqamətli olduğuna görə sürətlərimizin fərqini vururuq zamana. 60 bərabərdir. 60-dan 45 çıxırıq, olur 15, vurulsun zamana. T də bərabər olur. 60-ı bölürük 15-ə 4. Deməli, 4 saatdan sonra bunlar görüşərlər. Doğru cavab C variantı. Baxaq 5-ciyə. Sürəti 100 km olan avtomobil özündən 75 km irəlidə sürəti 70 olan avtomobillə eyni istiqamətdə hərəkət edə avtomobillər neçə kilometr sonra çatar? Eyni istiqamətdə hərəkət edən avtomobillər neçə kilometr getdikdən sonra çatar? Aha. Sürəti 100-dür. Bir avtomobilin sürəti, birinci avtomobilin sürəti 100-dür. Bax, bunun V-si 100-dür. Digər avtomobilin sürəti isə 70-dir və özündən 75 km irəlidə. Bunların arasındakı məsafə 75 km-dir. Bizə deyir ki, eyni istiqamətdə hərəkət edən avtomobilə neçə kilometr getdikdən sonra çatar? Bunun sürəti 100-dür. Burada 70-dir. Aralarında 75 kilometr fərq var. İndi baxırıq ki, bunlar neçə saat sonra görüşərlər? Yəni, bu aralarındakı 75 kilometr fərq. Yəni, neçə saata yoxa çıxır bunlara? Eyni istiqamətli hərəkətdə gedilən yol bərabər olur. Sürətlərin fərqi vurulsun zamanı. Buradan 75 bərabərdir 30 vurulsun T-yə. T-ni də tabanda 75-i 30-a vururuq. Tapırıq ki, 2,5 saat. Deməli, 2,5 saat sonra bu avtomobillər görüşəcəklər. Bəs 2,5 saata bunlar nə qədər yol getmiş olurlar? Bu, sürəti 100 olanı, yəni bu başdan başlayıb da geridən başladığına görə bunu vururuq.
100-ü vururuq zamana, yəni bu V-dir, vururuq T-yə və gedilən yolu tapırıq. 100-ü də 2,5-ə vuranda 250 kilometr. Tapdıq ki, deməli, sürəti 100 olan avtomobil 250 kilometr sonra digər avtomobilə çatacaq. Doğru cavab C variantı. Baxaq 6-cıya. Deyir, katerin durğun sudakı sürəti çayın axma sürətindən 5 dəfə çoxdur. Gəlin deyilənləri qeyd eləyək. V kater çayın axma sürətindən 5 dəfə çoxdur. Bax, bu da çayın sürəti. Bu çayın sürətidir, bu katerin sürətidir. 5 dəfə çoxdur çayın sürətindən katerin sürəti. Kater çayın axını istiqamətində 3 saat, axını istiqamətində. Axın ilə gedəndə nə olur? Sürətlər toplanır və 3 saat burada hərəkət edibdir. Axına qarşı isə 7 saat hərəkət edibdir. Axına qarşı nə olur? Katerin sürətindən çayın sürəti çıxılır və 7 saat hərəkət edib vururuq 7-yə. Vurduq 7-yə. Ondan sonra hərəkət edir. Ümumilikdə 184 kilometr yol getmişdir. Toplayıram. Bərabərdir. Cəmi 184 kilometr yol gedib. Katerin durğun sürətini bizdən istəyir. Harda deməli kater görürüksə, bura 5V çay qoyuruq yerinə. Buradan çayın sürətini tapmaq üçün. Birinci çayın sürətini tapaq. Sonra yerinə qoyub katerin sürətini tapacağım. 184. Bu eləyir 6V çay. Onu da 3-ə vuranda eləyir 18V çay. Üstə gəl. Bu eləyir 4V çay. 7-yə vuranda 28V çay. Bərabərdir 184-ə. 18-in üstünə 28 gələndə 46V çay bərabərdir 184-ə. Çayın sürəti 184-ü 46-ya böləndə 4 dəfə. Çayın sürəti 4 km/saatdır. Bizdən katerin sürətini istəyir. 5-i vururuq 4-ə. Katerin də sürəti olur 20. Doğru cavab 20D variantı. Baxaq 7-ciyə. Birinin sürəti 45 km/saat, digərinin sürəti 75 km/saat olan iki avtomobil eyni anda A və B məntəqələrindən qarşı-qarşıya hərəkətdir. Bax, fikir verin, qarşı-qarşıya hərəkətdir. 4 saat sonra görüşdülər. Şəhərlər arasındakı məsafə. Qarşı-qarşıya hərəkətdə sürətlər toplanır. 45-in üstünə 75 gəldik və 4 saat sonra görüşüblərsə 4-ə vururuq. 11, 120-ni vururuq 4-ə, 480 kilometrdir deməli məntəqələr arasındakı məsafə. Doğru cavab A variantı. 8-də avtomobil 8 saata 752 km getmişdir. Gəlin avtomobilin sürətini tapaq. Gedilən yolu bölürük zamana. Eləyir 94. Deməli 94 avtomobilin sürətidir. Avtomobilin sürətidir. Sürəti avtomobilin sürətinin yarısı olan motosikletdən soruşur. Onda motosikletin sürəti avtomobilin sürətinin yarısıdır. 2-yə bölürük. 94-ü 2-yə bölürük. 47. Deməli, bu da motosikletçinin sürətidir. 47 km/saat. Bu da motosikletçinin sürətidir. Sonra nə deyir? 12 saata neçə kilometr yol gedər? Zamanımız 12-dir. Nə qədər yol getdiyini soruşur. 47-ni vururuq 12. Yəni motosikletçinin sürətini vururuq zamana. Və tapırıq ki, deməli 47-ni 12-yə vuranda 564 kilometr yol getmiş olacaq. Doğru cavab C variantı. Baxaq növbəti suala. 600 metr məsafəni ilkin 10 dəqiqəyə, Fərid 15 dəqiqəyə qaçır. Bu yolda onlar həmin sürətlə qarşı-qarşıya gələrlərsə 3,5 dəqiqə aralarındakı məsafə nə olur? Qarşı-qarşıya dediyinə görə ilkin 10 dəqiqəyə gedir. Sürətlərini tapmalıyıq. Sürətlərini tapmalıyıq. 600 metr məsafəni ilkin 10 dəqiqə gedirsə 600 ona bölürəm. İlkinin sürəti olur 60. Fərid də 15 dəqiqə gedirsə 600-ü bölürəm 15-ə. Fəridin də sürəti olur 40. Qarşı-qarşıya hərəkət olduğuna görə sürətlərini toplayırıq, vururuq zamana. Vururuq zamana. Və baxaq görək nə qədər 3,5 dəqiqəyə nə qədər məsafə gedərlər. 100-ü 3,5-ə vuranda eləyir 350. Deməli 350 metr məsafə gedər. Aralarında nə qədər məsafə qalar soruşur. 600-dən 350 çıxırıq. Deməli fərqimiz olur 250. Doğru cavab C variantı.
Baxaq 10-cu suala. Deyir ki, avtomobil iki şəhər arasındakı məsafəni 75 km sürətlə hərəkət edərək qət edir. Əgər onun sürəti 15 km az olsaydı, həmin məsafəni 1 saat gec qət edərdi. Sürət 75 olanda, deyək ki, t saata gedilən yolumuz olur 75 vur t. İndi sürətini azaltdı. 75-dən 15 çıxırıq. 15 km azaltdı və həmin məsafəni 1 saat gec. Yəni əvvəl t idisə, indi t çıx 1 saata getdi bu s məsafəni. Sol tərəflər eyni olduğuna görə sağ tərəfləri də bərabərləşdiririk və buradan t-ni tapırıq. Yazırıq. 75t bərabərdir. 75-dən 15 çıxanda 60, t çıx 1. Bərabərləşdirdik. İndi 75t bərabərdir. 60t çıxılsın 60-a. 75t'dən 60t çıxırıq. Qalır deməli 1 saat artıq vaxta. Artıq deyirik, toplamalıyıq. Mən az vaxt yazmışam. Artıq vaxta deyirsə toplayırıq. 75t'dən 60t çıxanda 15t bərabərdir 60-a. T-ni də bərabər edirik. Deməli 60-ı 15-ə bölürük 4. Deməli 4 saatdır. T-nin qiyməti 4 saatdır. Şəhərlər arasındakı məsafəni istəyir. Elə birincidə qoysaq yerinə kifayət edir ki, 75-i vururuq 4-ə və 300 şəhərlər arasındakı məsafə olur. Doğru cavab A variantı. Baxaq indi 11-ci məsələyə. 11-ci məsələdə deyir ki, çayın axma sürəti 15 metr böl dəqiqədir. Çayın üzərində olan sal neçə dəqiqəyə olduğu yerdən 345 metr uzaqlaşar. Bax, sal deyir. Sal, mövzunun əvvəlində də dedim ki, taxta parçasıdır və salın sürəti yoxdur, sıfırdır. Ancaq o çayın sürəti ilə hərəkət edir. Çayın axma sürəti də 15 metr böl dəqiqə olduğuna görə, getdiyi yol da 345 metr olduğuna görə zamanı tapmaq üçün 345-i bölürük 15-ə və tapırıq ki, deməli 23 dəqiqəyə o uzaqlaşar 345 metr məsafə. Doğru cavab D variantı. 12-ci məsələdə deyir ki, çayın axma sürəti 24 metr böl dəqiqədir. Çayın üzərində aralarındakı məsafə 45 metr olan 2 sal var. Yarım saat sonra bu 2 sal arasındakı məsafə neçə metr olar? Dedik ki, sal taxta parçasıdır. Salın sürəti yoxdur. Yəni nə birinci salın, nə də ikinci salın sürəti yoxdur. Və 24 çayın sürəti ilə hərəkət edirlər də. İkisi də eyni. 24 sürətlə hərəkət edirlər, ancaq çay onlara sürətini verir. Yarım saat sonra deməli birinci nə qədər gedəcəksə, bax bu çaydır, bu üzərindəki birinci saldır, bu ikinci saldır, aralarındakı məsafə 45-dir. İndi bunların öz sürətləri olmadığına görə yarım saata, bax bu birinci nə qədər gedəcəksə deyəcək bura gəlib çatacaq. İkinci də ondan yenə 45 metr geridə olacaq. Çünki öz sürətləri olmadığına görə, yəni aralarındakı məsafə dəyişməyəcək bunların. İkisi də 24 sürətlə hərəkət edirlər, ancaq çayın sürəti ilə və ikisi də yarım saat hərəkət elədiklərinə görə, yəni öz sürətləri olmadığına görə bunların arasındakı məsafə, yəni belə deyək də dəyişməyəcək. Yarım saat yox, 1 saat da geçsələr, yəni aralarındakı məsafə dəyişməyəcək və əvvəl 45 idisə, yenə də 45 olaraq qalacaq. Doğru cavab D variantı. 13-də Süleyman evdən işə piyada 75 metr böl dəqiqə sürətlə 10 dəqiqəyə gedir. Gəlin, evdən işə qədər olan məsafəni hesablayaq. 75 metr böl dəqiqə sürətlə 10 dəqiqəyə gedirsə, gedilən yolu tapmaq üçün 75-i, yəni sürəti vururuq zamana və tapırıq ki, evdən işə qədər məsafəmiz 750 metrdir. O axşam işdən çıxarkən yorğun olduğu üçün evə 25 metr böl dəqiqə sürətlə qayıdır. Süleyman evə qayıtmağa nə qədər vaxt sərf edir? 750 metr məsafəni 25 metr böl dəqiqə ilə qayıdırsa, zamanı tapmaq üçün 750-ni bölürük 25-ə. Bu da deməli olur 30 dəqiqə. Doğru cavab D variantı. Baxaq 14-ə. Birinin sürəti 70 km/saat, digərinin sürəti 80 km/saat olan iki avtomobil saat 13:00-da aralarındakı məsafə 850 km olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya hərəkət edirlər. Birinin sürəti 70-dir,
Birinin sürəti 80-dır. Gedilən yol 850 kilometrdir. Yəni aralarındakı məsafə 850 kilometrdir. Qarşı-qarşıya hərəkət edirlər. Deməli, 1 saat sonra avtomobillərdən biri sürətini 20 km artırdı. Digəri isə 30 km azaltdı. Onlar neçə saat sonra görüşəcəklər? 1 saat bu sürətlə gediblər. Gəlin görək 1 saat ərzində bu sürətlə gedib nə qədər məsafə qət ediblər. Qarşı-qarşıya hərəkət olduğuna görə 70-in üstünə 80 gəlirəm, vururam 1-ə. Bu da eləyir 150 kilometr. Yəni, belə şəkil üzərində izah eləsək, avtomobildən söhbət gedir də elə. Aha. Bu avtomobil birinci avtomobilimizdir, tutaq ki, bu da digər avtomobilimizdir. Qarşı-qarşıya hərəkət edirlər. Aralarındakı məsafə 850 kilometrdir. Deməli, bunun sürəti əvvəlcə 70-dir, bunun sürəti 80-dır və gəliblər. 1 saat bu sürətlə gəliblər. 1 saatdan sonra bu deyək bura çatıb bu avtomobil. Bu avtomobil də bura çatıbdır. Və 1 saata 150 kilometr gediblər. 850-dən çıxırıq 150-ni, tapırıq ki, deməli 1 saat sonra bunlar arasında qalan məsafə, yəni 700 olacaq. Amma indi sürətləri dəyişmiş olacaq. Necə dəyişəcək? Biri 20 km artıracaq sürətini, digəri də 30 km azaldacaq. Deyək ki, bunun sürəti 20 artır, 70 idisə, indi 90 olur sürəti, üstünə gəlirəm, bax, sürət daha bu da sürət idi, bu əvvəlki sürət idi, bu yeni sürətdir. O birisi də 30 km azaldır. Bunun da sürəti 80 idisə, indi oldu neçə? 80-dan 30 çıxıram, 50 oldu indi sürətləri. İndi gəlin baxaq, yenə qarşı-qarşıya hərəkət edirlər, sürətləri dəyişdi. 90-dan 50 oldu. Qarşı-qarşıya hərəkətdir, yenə sürətləri toplayıram və 700 km məsafəni görək nə qədər zamana gələrlər. 700, gəlin bir sürətləri yazaq. 90 üstə gəl 50, sürətlər toplanıb, zamana vuruldu və 700 km məsafə getdilər. 140 vur t bərabərdir 700-ə, t də bərabərdir 700-ü 140-a bölürük 5 dəfə. Deməli, 5 saat sonra nə soruşdu bizdən? Digər soru, onlar saat neçədə görüşəcəklər? Saat neçədə görüşəcəklər? 1 saat əvvəlcə getmişdilər. Sürətləri 70-80 olanda 1 saat yol getmişdilər. 5 saatda sürətlərini dəyişdikdən sonra yol getdilər və görüşdülər. Deməli, cəmi 6 saat yolda olublar. Saat 1-də çıxmışdılar da yola. 13:00-da çıxmışdılar. Üstünə 6 saat əlavə eləsək, olacaq, deməli, 19:00. Deməli, onlar 19:00-da görüşəcəklər. Doğru cavab olur A variantı. Baxaq növbəti məsələyə. 15-ci məsələdə deyir ki, çayın axma sürəti 2 km/saatdır. Katerin sürəti 16 km/saatdır. Çayın axın istiqamətində 90 km yol neçə saata qət edərlər? Gedilən yolumuz 90-dır. Axın istiqamətində gedəndə sürətlər toplanır, vurulur zamana və gedilən yol əldə olunur. Katerin sürəti 16, çayın sürəti 2, zamanı axtarırıq. Gedilən yolumuz 90. 18 t bərabərdir 90-a, t də bərabərdir 90-a 18-ə bölürük, düşür 5 dəfə. Deməli, 5 saata qət edər bu məsafəni. Doğru cavab C variantı. 16-ya baxırıq. Birinin sürəti 75, digərinin sürəti 65 olan iki avtomobil sabit sürətlə aralarındakı məsafə 742 olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya hərəkət edir. Birincinin sürəti 75-dir, digərinin sürəti 65-dir. Yəni, sürətlərini dəyişmirlər. Elə bu sürətlə qarşı-qarşıya hərəkət edirlər. Hərəkətə başladıqdan 2 saat sonra hər iki avtomobil sürətini, indi gəl belə baxaq da, 2 saat hərəkət ediblər bu sürətlə.
75-in üstünə 65 gəlib 2 saata vururam. Görüm 2 saata nə qədər yol gedərlər. 140-ı vururam 2-yə və tapıram ki, 280 kilometr 2 saata deməli bunlar gəlmiş olacaq. İndi bunu şəkil üzərində gəlin göstərək. Bax, aralarındakı məsafə 742-dir. Bu ümumi məsafə 742-dir. Bir avtomobil buradan hərəkətdədir, bir avtomobil buradan hərəkətdədir. Deməli, bunun sürəti 75-dir, bunun sürəti 65-dir. 2 saat hərəkət elədilər, 2 saat hərəkət elədilər. Deyək ki, bu gəldi oldu burada, bu da gəldi oldu burada. 2 saata 280 kilometr yol getmiş oldular. Ümumi 742 məsafədən 280-ı çıxıram. Qalır deməli 462 kilometr. Deməli, burada qalan məsafə 462 kilometr oldu. Hal-hazırda aralarında 462 kilometr məsafə qalıbdır 2 saatdan sonra. İndi bizə deyir ki, hər iki avtomobil sürətini neçə kilometr artırmalıdır ki, onlar hərəkətə başladıqdan 5 saat sonra qarşılaşmış olsunlar. Bu 5 saatın 2 saatını bayaq getmişdi. 5 saatdan çıxıram 2 saatı, 3 saata, deməli bunlar 462 kilometr məsafəni getməlidirlər ki, qarşılaşsınlar burada. Sürətlərini nə qədər artırmalıdırlar? Birinin sürəti 75-dir. Bu da x artırdı, deyək ki. Digərinin də sürəti 65-dir. Bu da x artırsın. Və yenə qarşı-qarşıya hərəkətdə olduqlarına görə toplayıram sürətlərini. Topladıq sürətlərini. Neçə saata getməlidirlər? 3 saata. Hansı məsafəni getməlidirlər? 462. İndi buradan x-i tapırıq. Deməli, 140 üstəgəl 2x bərabərdir. 462-ni 3-ə bölürəm. 1, 5, 4, 154. 2x bərabərdir. 154-dən 140 çıxıram 14, x də bərabərdir 7. Tapdıq ki, deməli onlar sürətlərini 7 km/saat artırmalıdırlar ki, bu ümumi bütün yolu 5 saata getmiş olsunlar. Doğru cavab C variantı. Belə sürət məsələlərinə aid olan 16 dənə məsələnin izahına baxdıq. Bu videomuzda bu qədər. Sağ olun.